Mənzilə girərkən qızıl, pul və texniki əşyalar götürərək Xətai ərazisində elektrotok deyilən bir yerdə Elxan adlı bir şəxsə verirdim və onun əvəzindən narkotik vasitə istifadə elədiyimə görə və uğradığım şeyləri verib ondan kokos adlanan narkotik vasitə götürürdüm. Həmin narkotik vasitələrdə öz şəxsi istifadə edirdim. Necə? Burası tanıyırdı, gəlir gedirdi onları ya. Birinci televizordan sonra gördüm ki, televizor istədirdi mənə. Soruşdu, dedim, alaram. Ben onun içinden bir iki gün keçdi, bulağa getirdi. Narkotik vasitə istifadə etsəm, telefondan alırdım. Və orada tutuldu. Polislər tərəfindən tutuldu. Falan yerdə tutuldu. Mən tanıdığım oradasa 3 ay olar tanıdığım. Təxmin 3 ay olar. Hardasa bir 10-15 gündür götürürəm ondan. Götürürdüm. Öz istifadəmsin. Şüşə də götürürdüm, kokos da götürürdüm. Ondan sonra bu Elxangil ortaya düşəndən sonra mən Elxangillə tanış elədim onu. O da başladı onlara satmağa verməyə. Aparı verirdi, o minvalını hardasa 3-4 dəfə verib orada satıb. Elektrotokda adam var idi, mən tanımadığım bir adam idi. Vadim dedi ki, ora vermək lazımdır, mən də maşındaydım, oturmuşdum maşında. Götdü apardı verməyə, tutuldu. Burada da getdilər, evə baxış keçdilər, evdən də çıxartdılar. 10 qram kokoz aparmışdı, 4 qram da şüşə, evdə də 150 qram çəkiblər deyirlər, 150 qram şüşəli, 400 qram da kokoz. Yo busco la paz y siempre he predicado la paz y he anhelado la paz. Le ha mentido al país aproximadamente 6 veces. O mənim sinəmdə 12 ildir var. Mən uşaqlıqdan onun elə özümü qanımdan onun həmişə pərəstişar olmuşum. Niyə də mən olmayım ki, o ola bilir.